Salam uşaqlar. Deməli 9-cu 3-cü ay 2025-ci ilin buraxılış sualı esse sualıdır. Deməli suala baxaq. Which dance is your favorite one and why? Sizin sevimli danslarınızdan biri hansıdır və niyə? Baxın, mən yallı yazmışıq. Yallı is my favorite dance. Yallı mənim sevimli dansımdır. Bu birinci cümlə. It is a generally performed at the wedding and festivity. Ümumiyyətlə, toy və şənliklərdə ifadə olunur. I love this dance because the dancers hold hand in a line showing the unity. Bu rəqsi ona görə sevirəm ki, rəqqaslar birliyi göstərən cərgədə əl-ələ tutublar. Yəni, bizdən də yadınızda saxlayın uşaqlar. 3 cümlə işlədir. Burada müxtəlif fikirlər yaza bilərsiniz. Məsələn, mən yallı yazmışam. Siz tərəkəmə məsəl üçün yaza bilərik və yaxud flamenco rəqsini yaza bilərik. Müxtəlif rəqslər yazmaq olar da. Hansını bacarırsınızsa 3 cümlə yazmalısınız.